Bu dərsimizdə call, apply və bind mövzusunu öyrənəcəyik. İndi biz demişdik ki, JavaScript-də this açar sözü funksiyanın necə çağırılmasından asılı olaraq dəyişə bilər. Qarşımızda index.js'də user obyekti vardır və bu user obyektinin içərisində özəllik və metodlarımız yer almışdır. Burada name adlı özəllik və showName adlı funksiyamız vardır. İndi mən gəlib burada user.showName funksiyasını çağırdığım zaman baxın bu this açar sözü user obyektinin içərisindəki name və showName funksiya və özəlliyini göstərəcəkdir. Və mən gəlib burada this.name yazdığım zaman RNLTV yazısını görmüş olacaq. Bəs yaxşı, mən gəlib bu funksiyanı buradan alıb obyektdən kənarda bunu yazsam və bura function yazaq, bunu silək və showName funksiyamızı çağırmış olaq. Baxın, konsolda hər hansısa bir cavab gəlmədi. Bu şəkildə gəlməyi də undefined cavabını göstərmiş olur. Çünki this.name özəlliyi this açar sözündə yoxdur. Yəni mən gəlib this'ə baxdığım zaman window obyektini göstərmiş olacaqdır və window obyekti içərisində də name adlı özəllik olmadığına görə undefined cavabını almış olacaq. Bəs biz funksiya ilə obyekti birləşdirərək obyekt içərisindəki özəlliyi this açar sözü ilə necə birləşdirə bilərik? Buna görə də developerlər bu şəkildə funksiya yazıblar. Gəlirəm burada showName funksiyasını çağırıram və call metodundan istifadə edirəm. Bura user obyektini əlavə edirəm. Və baxdığım zaman baxın, name RNLTV yazısı gəlmiş oldu. Və mən this.name yazdığım zaman artıq konsolda RNLTV yazısını görmüş olacağım. Yəni call metodundan istifadə edərək funksiyanı obyekt ilə birləşdirdim və bu this açar kəlməsi artıq user obyektini göstərmiş olduğuna görə this.name'i buradan asanlıqla çağıra bilərik. İndi funksiya içərisində arqumentlərimizi və parametrlərimizi qeyd edək. Şəhər və ölkə adları yazıram. Country deyə yazıram və template literal ilə bu şəkildə yazaq. Yan dırnaqlarımızı, yəni backtiklərimizi bu şəkildə qeyd edək və dollar işarəsi dırnaqlı mötərizə içərisində this.name'i bura əlavə edək. Salam RNLTV olsun və dollar işarəsi ilə city-ni əlavə edək və bir daha dollar işarəsini yazırıq və country-ni bura əlavə edirik. Və user obyektindən sonra bir vergül qoyuruq. Bura Bakı, vergül, Azərbaycan, şəhər və ölkə adlarını yazırıq və konsolda Salam RNLTV, Bakı, Azərbaycan yazısı gəlmiş olacaqdır. Bu bizim birinci çağıracağımız call metodu idi. İkinci apply metodudur. Apply metodu da eyni qaydada call kimi işləyir. Sadəcə bunları biz array içərisində yazmalıyıq. Və bu şəkildə yazdığım zaman Salam RNLTV, Bakı və Azərbaycan yazısı da bu şəkildə gəlmiş olacaqdır. Yəni mən gəlib özəllik və daha doğrusu arqument və parametrləri verməsəm və bunlar da buradan silsəm, baxın, Salam RNLTV gəlmiş olacaqdır. Ancaq mən arqument və parametr vermək istədiyim zaman mütləq qaydada apply funksiyası ilə verəcəyimiz parametrləri array içərisində bu formada yazırıq və bu şəkildə həmin dəyərləri çağırmış olduq.
Bu isə bizim ikinci metodumuz idi. Apply metodundan da bu şəkildə istifadə olunur. Bəs bizim üçüncü metodumuz, yəni bind metodumuz necə istifadə olunur? İndi biz bu şəkildə yazdığımız zaman, indi bunu silirəm. Bunları da silmiş olum. Və gəlirəm burada bind funksiyasından istifadə edirəm. İndi showName.bind user obyektini bu şəkildə çağırdıq. Ancaq mən bunu bir dəyişkənə əlavə etsəm, yəni const, buna da bind function yazaq və bərabər edək. Və bind functionu bu şəkildə çağırdığım zaman, baxın, salam RNR TV yazısı gəlmiş olacaqdır. Yəni biz nə etmiş olduq? Bu funksiyanın kopyasını, yəni kopyaladıq, bir dəyişkənə əlavə etdik. Və bu artıq hal-hazırda bizdə showName funksiyasının kopyalanmış versiyasıdır. Və bind functionu çağırdığım zaman konsolda RNR TV yazısını, yəni salam RNR TV yazısını görmüş olacağım. Və mən eyni qaydada arqument və parametrlərimi bu şəkildə qeyd edirəm. Və burada da sadəcə birini yazsam və dollar işarəsini qoyuram. Şəhər adını qeyd edirəm. Baxın, konsolda salam RNR TV və Bakı yazısı gəlmiş oldu. Yəni bind funksiyasından da bu şəkildə istifadə olunur. İndi gələk keçən dərsimizdən, keçən mövzumuzdan qalmış sualın cavabına. Siz olsaydınız bunu necə istifadə edə bilərdiniz? Yəni iki class adını burada bu şəkildə yazmışam və birinci klassımız animal içərisindəki özəllikləri dog klassı içərisində qeyd etmək istəyirəm və konsola da it havladı yazısını görmək istəyirəm. İndi bu şəkildə qeyd edək. Animal nöqtə call metodundan istifadə edirəm və this açar sözünü ilk olaraq bura qeyd edirəm və name'i bir də sound'u yazmış olam. Və konsola baxdığımız zaman it havladı yazısını görmüş olacaq. Bu dərsimizdə də call, apply və bind mövzusunu öyrənmiş olduq. Gələn növbət dərsimizdə daha çox təkmilləşmiş class mövzusunu öyrənmiş olacaq. Bu dərsimizdən də bu qədər. Özünüzə yaxşı baxın. Hələlik.